Aranızda elə güclü bir bağ hiss etmisinizmi ki, bəzən sözlər ikiniz üçün də kifayət etmir? Bəlkə aranızdakı o sükut əslində bir qırılma deyil, sadəcə cəsarət gözləyən bir həsrətdir. İkiniz də bir-birinizə çatmaq istəyirsiniz. Amma ikinizin də dəqiq izah edə bilmədiyi səbəblərdən o tərəddüd yaxanızdan əl çəkmir. Daxilən danışmağı arzulayan, amma susan iki insan arasındakı bu gərginlik, havada asılı qalan, demək olar ki, toxuna biləcəyiniz qədər real və ağır bir yük yaradır. Bu, partlamağa hazır bir fırtınadan əvvəlki o sakit enerji kimidir. Hər baxışı, hər hərəkəti söylənməmiş mənalarla yükləyir. Bu sükut diqqətsizlikdən gəlmir. Qorxu, hörmət və qeyri-müəyyənliyin qarşılığından doğur. İkiniz də bir-birinizi çox dəyərləndirirsiniz. Amma bəzən birini bu qədər çox dəyərləndirmək doğru sözləri tapmağı çətinləşdirir. Kral Yunqun beyni olaraq bu söhbətdə o sükutun arxasındakı əsl səbəbləri, İkinizin arasına hörülmüş görünməz divarları və sətin altındakı söylənməmiş hissləri aydınlatmaq istəyirəm. Ünsiyyəti bloklayan o daxili düşüncələri, qürur və tərəddüdün araya girdiyi o incə yolları, iki ruh uzun sükuta qərq olanda əslində nə baş verdiyini birlikdə görəcəyik. İndi dərin nəfəs al, sürəti azalt və bu mesajı içinə hopdur. Sadəcə sükutu yox, o sükutun arxasındakı qəlbi anlamaqda böyük müdriklik var. Əvvəlcə bil ki, o insan səni xəyal edə bilməyəcəyin qədər çox düşünür. Sükut heç vaxt diqqətsizlik kimi qəbul edilməməlidir. Çox zaman bu sükut etibarla ifadə edilə bilməyəcəyi qədər yoğun və ya həssas hisslərdən doğur. O zehnində elə bil döyüş meydanında gəzir. Mesaj yazır, sonra bir toxunuşla silir. Heç baş tutmayan telefon söhbətlərini planlayır. Verə biləcəyin hər cavabı və onun nəticələrini kafasında dönə-dönə qurur. Onun əsl qorxusu rədd olunmaq deyil, sənə ağrı vermək, səhv bir şey demək, ya da aranızdakı o həssas tarazlığı tamamilə pozmaqdır. Atdığı hər geri addım səni tərk etmək üçün deyil, qorumaq istədiyi üçündür. İkincisi, onun qüruru və zədələnə bilərliyi sakit bir münaqişədə kilitlənmiş vəziyyətdədir. Zehni görünməz sədlər qurarkən qəlbi sənə tərəf qaçmaq istəyən bir insandır bu. Səninlə bağ qurmaq istəyi zəif və ya çarəsiz görünmə qorxusu ilə toqquşur. Keçmiş söhbətlərinizi, o kiçik anlaşılmazlıqları dəfələrlə zehnində təkrarlayıb təhlil edir. Yaxınlıq qurmağı nə qədər istəyirsə, ruhunu açmaqdan da o qədər qorxur. Bu daxili çəkişmə onu olduğu yerə mıxlayır. Onu dayandıran sevgisizlik deyil, olduğu insanla olmaq istədiyi insan arasındakı gərginlikdir. Qəlb məsələlərində belə güclü, diqqətli və izzətli durmağa çalışır. Sənin nə hiss etdiyini bilmək istəyir. Lakin duyğuların haqqında bitməyən bir fərziyyə dövranına həbs olmuş vəziyyətdədir. Hər fasilə, cavabsız qalan hər mesaj ya da aranızdakı keçici sükut onun zehnində böyük bir sual işarəsinə çevrilir. Mən onu gözləyərkən o da məni gözləyir, yoxsa məndən yavaş-yavaş əl çəkir? Onun sükutu özünə inamdan ya da diqqətsizlikdən gəlmir. Bu sükut qəlbini müdafiəsiz qoymamaq üçün istifadə etdiyi qoruyucu bir qalxandır. Əsl hisslərini riskə atmaqdansa, maraqsızmış kimi davranmağı daha güvənli sayır. Dərinliklərdə bir yerdə sənin onun üçün nə qədər dəyərli olduğunu sözlə ifadə edə bilmir. Amma bilinməzlik qorxusu onu dondurur və söylənməmiş hər şey havada ağır bir yük olaraq qalır. Eyni zamanda sən də özünü geri çəkirsən. Özünə etiraf etməsən belə, sadəcə onun gözlədiyinə, sadəcə onun tərəddüd etdiyinə inandırmısan özünü. Amma həqiqət budur. Sənin bu tutumun onun məhdudluğunun bir əksidir. O sənin addım atmağını gözlədiyi kimi, sən də ondan birinci hərəkəti gözləyirsən. İki inadkar qəlb, iki susqun telefon. Səhtdə hər şey yaxşıdır kimi davranan, amma dərinliklərdə bir bağ üçün can atan iki ruh. Bu diqqət çatışmazlığı deyil, bu bir əksdir. Hər biriniz digərinin sükutunu əks etdirirsiniz. Və kimsə birinci müdafiəsiz görünmək istəmədiyi üçün o həssas, gərgin tarazlığı yaradırsınız. Aroldan ən təcrübli tərəflərindən biri gizli hisslərin necə üzə çıxmasıdır. O sənin bu qədər dərindən darıxacağını, paylaşdığınız o sakit anların, gülüşlərin və söylənməmiş anlayışın xatirələrinin bir anda gəlib onu belə sarsacağını gözləmirdi. Geri çəkilmənin emosional təsiri yumşaldacağına inanırdı, amma əksi oldu. Hər yoxluq, hər söylənməmiş söz daha da ağırlaşdı. Zehni səni gizli küzlərində dəfələrlə canlandırır. Sükutu demək olar ki, dözülməz bir səs-küyə çevirir. Çöldən nə qədər sakit və güclü görünsə də, kimsənin olmadığı anlarda öz duyğuları ilə şiddətli bir mübarizə aparır.
Qorxu onu susmaqda saxlayır. Xüsusən də sənin dəyişmiş olma ehtimalı qorxusu. İnsanların addım atmaqdan çəkinməsinin ən böyük səbəbi qarşı tərəfin artıq eyni hissi yaşamadığı narahatlığıdır. Bəlkə artıq həyatına davam edir, bəlkə hissləri sönüb, bəlkə ona çatdığımda rədd ediləcəm və ya gülünc vəziyyətə düşəcəm. Ən özünə əmin görünən insanlar belə qəlb məsələlərində uşaq qədər müdafiəsizdir. Onun zehnində aranızdakı ortaq bağın artıq qırılmış ola biləcəyi ehtimalı ilə üzləşməkdənsə, sakit qalmaq daha güvənli görünür. Bu səbəbdən sənin həyatını kölgələrdən səssizcə izləyir. Hər sözünü, paylaşdığın hər paylaşımı, enerjindəki hər dəyişikliyi ölçür. Sən fərqində olmasan belə susanda, şən göründükdə ya da bir şeyin tərs gedildiyini hiss etdirəndə bunu anlayır. Sosial mediana baxır, hekayələrinə baxır. Gününə, ruh halına, bəlkə də qəlbinə dair kiçik işarələr tapmağa çalışır. Xoşbəxt görünürsənsə, o xoşbəxtliyi sənə kimin verdiyini soruşur özündən. Paylaşımlarında bir kədər varsa, bunun özü ilə əlaqəli olub-olmadığını sorğulayır. Onun diqqəti sakit, demək olar ki, görünməz. Amma hər zaman oradadır. Heç bitməyən bir qayğının səssiz əksidir bu. Gecələr dünya susanda və diqqəti yayındıran şeylər çəkiləndə iki qarşı durmalı təkanla mübarizə aparır. Bir tərəfi sadəcə o mesajı göndər, sükutu poz, ona çat deyir. Digər tərəfi isə onu geri çəkir. Güclü ol, birinci pozan sən olma, özünü qoru. Bu qərarsızlıq və ya cəhalət deyil, arzu ilə qorxu, ümid ilə özünü qoruma, müdafiəsizlik ilə qürur arasındakı bir döyüşdür. Hər seçim bir ağırlıq daşıyır. Sağaltma ya da incitmə potensialı var. Və o, bunun acı verəcək qədər fərqindədir. Onun sükutu diqqətsizlik deyil, öz içində mübarizə aparan bir zehnin və qəlbin əksidir. Aranızdakı o məsafəni necə bağlayacağını bilməməyin çarəsizliyidir. Hər şeyə baxmayaraq, səninlə bağlı bir şey hələ də onun üçün çox dərin bir məna daşıyır. Əgər o, qayğı göstərməyi dayandırsaydı, sakit qalmaq onun üçün çox asan olardı. Sadə bir boşluq olardı. Amma fərqlidir. Onun sükutu söylənməmiş etiraflarla, heç dilənməmiş üzr istəmələrlə, heç paylaşılmamış hisslərlə doldu. Buraxmaqla möhkəm tutmaq arasındakı o sərhəddə sıxılmış vəziyyətdədir. Egosu özünü qorumaq üçün israr etsə belə, qəlbi sakit qalmaqdan imtina edir. Emosional olaraq onun üçün heç nə bitməyib. O bağ hələ də oradadır. Unutmağın o qədər asan olmadığını, o bağın qırılsa belə hələ bir məna daşıdığını xatırladı. Egosu qışqıra bilər, amma qəlbi daha yüksək səslə danışır. Çölə qarşı sərin bir maska taxsa bilər, məntiqli yolun davam etmək olduğuna özünü və başqalarını inandırmağa çalışa bilər. Amma məntiq və hiss toqquşduqda qəlb dəyər verdiyi şeyi buraxmağa müqavimət göstərir. Dostları ilə bu mövzuda zarafat edə bilər, heç bir əhəmiyyəti yox deyə bilər, amma daxilən sənin hər xatirən, hər fikrin çox canlı qalır. Başqalarının görmədiyi, kimsənin izləmədiyi o sakit anlarda dərindən hiss etdiyi bir yer tutursan onun zehnində. Sən onun üçün unudulmazsan. Sözlər soğuqlaşdıqdan çox sonra belə varlığını davam etdirən bir nəfəssin. Bu sükutda sən də tamamilə günahsız deyilsən. Sən də qüruruna, həsrətinə, özünü qoruma instinktini istəyinə qarşı çəkirsən. Addım atmağın bütün gücü ona verirmiş kimi, müdafiəsiz qalırmış kimi hiss etdirməsindən qorxursun. Özünü o mesajları yazıb sonra silərkən tapırsan. Necə cavab verərdi deyə fikirləşirsən. O sükutu pozmaq istəyi ilə mübarizə aparırsan. Bu tərəddüd diqqətsizlik deyil, sənin də nə qədər dərindən hiss etdiyini, o bağın sənin içində də yaşadığını və qəlbinin, söylənməmiş hisslərin o incə əksində onun məhdudluğunu necə əks etdirdiyini göstərir. Bəzi bağlar tərtəmiz bitir, geridə iz qoymur. Amma sizinki belə olmadı. Aranızda tamamlanmamış bir enerji, həll edilməmiş, yarımçıq qalmış emosional bir çöküntü var. Sezgilərinin səni ona geri çəkməsinin səbəbi budur. Onun varlığının fikirlərindən niyə çıxmadığının, xatirələrin niyə heç gözlənilməyən anlarda səni vurduğunun cavabı burada gizlidir. Qəlb buraxmaqdan imtina edəndə sükut döyüş meydanına çevrilir. Hisslər olanla ola biləcəyi arasında sıxılanda zehin yoluna davam etməyə çalışa bilər. Amma tamamlanmamış bir bağda hər fasilə, hər tərəddüd, hər sakit an söylənməmiş şeylərin əksini daşıyır və bir məna yüklənir. Nəticədə iki insan daxilən danışmaq istəyib yenə də sakit qalanda kainat müdaxilə etməyə başlayır. Kiçik işarələr görünür. Bağı canlı saxlayan xatırlatmalar, onun parçaları ilə dolu yuxular,
sakit anlarda üzə çıxan xatirələr, ortaq dostların təsadüfən onun adını çəkməsi ya da qəfildən telefonu yoxlamaq istəyi. Bu enerji yığılır və hər iki tərəfi mehribanlıqla hərəkətə keçməyə vadar edir. Zamanla adətən üç şeydən biri baş verir. Ya bir tərəf nəhayət dözmür və əlaqə qurur, ünsiyyət o gərginliyi əridi, ya da xarici hadisələr aydınlığa məcbur edən şərtlər yaradır. O zamana qədər sükut, həsrət, tərəddüd və birinin o boşluğu dolduracağına dair sakit bir ümidlə, dolu bir gözlənti ilə titrəyir. Bəzən tək bir hərəkət hər şeyi dəyişdirir. Bir mesaj, sadə bir necəsən ya da sakit bir zəng. O kiçik addım aylarla yığılmış, söylənməmiş fikirləri, tərəddüdləri və hissləri azad edə bilər. İki qəlb arasındakı sükut divarının dağılmasına səbəb ola bilər. Digər vaxtlarda isə həyat o yenidən görüşü özü qurur. Ortaq məkanlar, təsadüfi rastlaşmalar, sanki kainat sizi sakitcə dürtmür. İkinizə də o bağın hələ canlı olduğunu xatırladır. Yenə də sükutun dözülməz olduğu anlar var. Hisslər səmimi, qəlblər bağlı qaldıqda, danışmaq istəyin nəhayət qorxunu, qüruru və ya tərəddüdü qalib gəlir. Hisslər bu qədər güclü olanda heç kim sonsuza qədər ayrı qala bilmir. Əgər səni darıxırsa, geri qayıdacaq. İnsanlar qəlblərinin əslində axtardığı şeydən çox nadir hallarda uzaq dura bilirlər. Tərəddüd edə bilərlər, çox düşünə bilərlər, gecikdirə bilərlər, amma sonsuza qədər yox olmazlar. Bu insan səninlə emosional, enerji baxımından və ya zehni olaraq işini bitirməyib. Səninlə bağlı bir şey onu çəkməyə davam edir. Etiraf etsin ya etməsin. O da sənin qədər sənə çatmaq istəyir. Budur ən vacib həqiqət. Bu bağı sən uydurmursan. Sakit anlarda aranızda asılı qalan o enerjini sən icad etmədin. Addım atmağı düşünən tək insan sən deyilsən. Sözlər çatışmasa, məsafə ya da zaman araya girsə də, iki ruh bir-birini hiss edə bilər. Sükut rədd cavabı deyil, sükut qorxudur, qürurdur, müdafiəsiz qalma narahatlığıdır. Duyğuların üzə çıxmaq üçün cəsarət gözlədiyi bir boşluqdur və o cəsarət nəhayət tapılacaq. Çünki iki insan bir-birini həqiqətən qiymətləndirdikdə, məsafə o bağı yox edə bilmir. Sadəcə hər iki qəlbə həqiqi olanın nəzərə alınmaması mümkün olmadığını xatırladaraq onları oyadır. İki insan bir-birini dərindən sevib susduqda, bu demək olar ki, heç vaxt diqqətsizliklə bağlı deyil. Sükut, qəlbi mümkün incinmələrdən, gülünc vəziyyətə düşməkdən ya da yanlış anlaşılmaqdan qoruyan bir müdafiə mexanizminə çevrilir. Hər ikisi də digərinin hisslərinin fərqindədir. Amma qürur, qorxu ya da keçmiş təcrübələr onları durdurur. Hər biri zehnində danışıq məşqləri aparır. Hər nəticəni xəyal edir. Rədd edilməkdən ya da səhv bir şey deməkdən narahat olur. Bu daxili diyaloq hər baxışda, hər fasilədə, hər paylaşılan anda hiss olunan, demək olar ki, toxuna biləcək qədər real bir gərginlik yaradır. Aranızdakı enerji maqnitlidir və davamlıdır. Məsafəli davransalar belə, fikirləri gözlənilməz bir şəkildə bir-birinə dönür. Kiçik tetikləyicilər, bir xatirə, sosial media paylaşımı, tanış bir mənzərə, bütün hissləri sürətlə geri gətirə bilər və o bağın hələ canlı olduğunu xatırlada bilər. Buradakı sükut bir boşluq deyil, məna ilə, söylənməmiş istəklərlə və vacib bir şeyin riskdə olduğunun dərin şuuru ilə yüklüdür. Bu sükut nə qədər uzun çəkərsə, bir o qədər yoğun hiss olunur. Həm həsrət, həm də ümidsizlik yaradan müdafiəsizlik və özünü qoruma arasında incə bir oyun başladır. Adətən hər iki tərəf bir-birini əks etdirir. Biri tərəddüd edirsə, digəri də edir. Hər biri digərinin birinci addım atmasını gözləyir. Bu əks olunma, hərəkətlərin və ya hərəkətsizliyin sözlərdən daha çoxunu danışdığı söylənməmiş bir dialoq yaradır. Sözlər tökülməsə belə, qəlblər eyni xəttdə qalır. Bu ölçülü duruş əslində bağınızın nə qədər dərin olduğunun sübutudur. Emosional bağlar məsafə, qürur ya da tərəddüdlə asanlıqla qırılmır. Qəbul edilməsə belə, o qarşılıqlı qayğı sətin altında sakitcə döyünməyə davam edir. Qorxu və müdafiəsizlik bu dinamikanı idarə edir. Hər iki tərəf də hisslərini açıqlamağın risklərini bilir. Rədd olunma qorxusu, anlaşılmama ya da köhnə yaraların yenidən açılması. Qürur zəif ya da ehtiyaclı görünməyi önləyir. Hər ikisi də digərinin birinci hərəkət etməsini istəyir. Amma o addım atmaq bəzən bir dağı yerindən tərpətmək qədər böyük hiss etdirir. Bu gərginlik onları olduqları yerdə saxlayır. Amma eyni zamanda işin içindəki hisslərin yoğunluğunu da əks etdirir. Sükut boşluq deyil, arzu, özünü qoruma instinkti və haysiyyəti qorurkən, hələ də o yaxınlığa can atmanın həssas tarazlığı ilə doldu. Nəhayət, zaman və şərtlər çox vaxt insanlara hərəkətə keçməyə vadar edir. Biri kiçik bir mesajla, sadə bir zənglə ya da gözlənilməz bir jestlə sükutu poza bilər. Bəzən həyat təsadüflər ya da gözlənilməz qarşılaşmalarla bu görüşü özü təşkil edir. Hisslər həqiqi olduqda ünsiyyət qurma istəyi nəhayət tərəddüdlərin önünə keçir. Kainat paylaşdığınız o bağı xatırlatmaq üçün sakitcə düzülür.
dialoq və yenidən bağlanma üçün fürsətlər yaradır. Qəlb buraxmaqdan imtina etdikdə sükut imkansız hala gəlir. Tək bir kiçik addım belə aylarla, hətta illərlə davam edən o söylənməmiş gərginliyi əritməyə başlaya bilər. Həqiqət budur. Əsl emosional bağlar zaman ya da məsafə ilə çox nadir hallarda qırılır. Sözlər mübadilə edilməsə belə, bir-birini qiymətləndirən iki insan arasında enerji aktiv qalır. Fikirləriniz, sezgiləriniz və o incə fərqindəliyiniz bağı canlı saxlayır. Sükut rədd deyil, çox vaxt qorxunu, qüruru ya da ehtiyatlılığı əks etdirən müvəqqəti bir vəziyyətdir. Hər iki qəlb eyni xəttdə olduqda, o sükut nəhayət ünsiyyətə yol verəcək. Əsl sevginin çəkimi sonsuza qədər inkar edilə bilməz. Cəsarət öz səsini tapana qədər sakitcə gözləyir. Ən sakit anlarda belə o bağ mövcudluğunu qoruyur. Sosial mediadakı o qaçaq baxışlar, xatirələr və keçici fikirlər o bağın hələ orada olduğunun xatırlatmalarıdır. Nə qədər çox dəyər verilirsə, bu xatırlatmalar bir o qədər aydın olur və sizi bir-birinizə yönəldir. Söylənməmiş sözlər, bitməmiş söhbətlər və havada qalan o enerji həll olunmağı gözləyən bir gərginlik yaradır. Bu ağırlıq hissi əslində o bağın nə qədər həqiqi və dərin olduğunun sübutudur. Belə emosional bağlar adi deyil, dönüşdürücüdür. Səbri, daxili müşahidəni və anlıq hərəkətlərin fövqündə olan o sakit mərhəmətin gücünü öyrədir. Nəticə olaraq bu təcrübə müdafiəsizlik və özünü qoruma arasındakı o son dərəcə həssas tarazlığı üzə çıxarır. Hər iki tərəf də bir-birinin son dərəcə fərqindədir. Yenə də qorxuyla, qürurla və emosional açıqlıq riski ilə mübarizə aparmalıdırlar. Məhz bu həssas sahədə əsl sevgi sözlər olmadan belə görünür hala gəlir. Bu sakit bağ paylaşılan enerjinin, qarşılıqlı həsrətin və qəlblər eyni xəttdə, amma ehtiyatlı olduqda lazım olan səbrin sübutudur. Məsafə ya da tərəddüd həqiqi olanı yox etmir, onu cilalayır. Fərqindəliyi kəskinləşdirir və sözlərin, hisslərin, anlayışın o qaçılmaz görüşünü daha da dərinləşdirir. Söylənməmiş bir bağa həbs olmuş iki insan üçün hər kiçik təmas, hətta o təmasın yoxluğu belə məna daşıyır. Bir baxış, bir səs tonu, bir fasilə, hamısı böyüyür. Hər iki tərəfin də tam etiraf edə bilmədiyi bir əhəmiyyətlə yüklənir. Zehinləri keçmiş anları dəfələrlə təkrar edir, jestləri, sözləri və sükutları təhlil edir, gizli mənalar ya da niyyət işarələri axtarır. Adi şeylər belə, tanış bir yer ya da ortaq bir dostun digərindən bəhs etməsi, həsrət və maraq doğuran hissləri hərəkətə keçirə bilər. Bu davamlı zehni məşq və emosional dövran, bir-birlərinə olan fərqindəliklərinin nə qədər dərindən hörüldüyünü göstərir. Sözlər olmasa belə, hər iki insan ümid və qorxu arasında sakit bir gəl-gəl yaşayır. Ümid yaxınlığın, etibarın, o xüsusi səmimiyyətin xatirəsi ilə qidalanır. Qorxu isə müdafiəsizlikdən, qürurdan və özünü qoruma istəyindən doğur. Hər iki tərəf də sərhəddi keçməkdən, siqnalları səhv oxumaqdan ya da rədd edilməkdən narahatdır. Bu qorxu sükutu uzadır. Amma tərəddüd nə qədər uzun çəkərsə, istək bir o qədər güclənir. Gərginlik demək olar ki, əllə tutula bilən hava gəlir. Hər iki qəlbə təzyiq edir. Nə vaxta qədər ki, bir hərəkət ya da yenidən bağlanma qaçılmaz olana qədər. Bu sakit dövrdə hər iki şəxs şuurlu ya da şuursuz olaraq son dərəcə müşahidəçi olur. Digər insanın davranışlarındakı incə qəlibləri, ruh hallarını ya da dəyişiklikləri fərq edirlər. Sosial media digərinin həyatına dair sakit bir pəncərə təqdim edir. Hisslərdən, enerjidən və varlıqdan kəsiklər göstərir. Hər paylaşım ya da hekayə bir fikri hərəkətə keçirir. Xoşbəxtdir, məni düşünür, yoluna davam edir. Birbaşa təmas olmasa belə, bir-birlərinə olan fərqindəlikləri sabitdir. Bu sakit müşahidə bir növ diqqətdir. Məsafəyə ya da tərəddüdə baxmayaraq, emosional bağı davam etdirmənin bir yoludur. Digər incə bir dinamika isə davranışların və enerjinin əksi olmasıdır. Çox vaxt hər kəs digərinin məhdudluğuna öz məhdudluğu ilə cavab verir. Bu da sakit bir rəqs yaradır. Heç kim çarəsiz, zəif ya da həddindən artıq müdafiəsiz görünmək istəmir. Bu səbəbdən hər ikisi də digərinin birinci addım atmasını gözləyir. Amma bu əks olunma bağın canlı olduğunun sübutudur. Qarşılıqlı düşüncəni, emosional uyğunluğu və bağın hər iki tərəf üçün də vacib olduğuna dair söylənməmiş bir anlayışı göstərir. Bu mənada sükut, yoxluq ya da diqqətsizlikdən daha çox, emosional simetriyanı və diqqətli qayğını əks etdirən ortaq bir dilə çevrilir. Söylənməmiş hisslərin enerjisi eyni zamanda səbri və daxili sorğulamayı öyrədir. Hər iki şəxs öz qorxuları, qürurları və istəkləri ilə daxilən üzləşmək məcburiyyətindədir. Danışıq məşqləri aparır, keçmiş təmasları düşünür,
mümkün nəticələri xəyal edirlər. Bu daxili proses bəzən çətin olsa da, hər iki qəlbin aydınlıq və dərinlik qazanmasını təmin edir. Eyni zamanda emosional davamlılıq qurur. Ünsiyyət nəhayət baş tutduqda, hər iki insanı o müdafiəsiz anı idarə etməyə hazırlayır. Sükut boşa keçmiş vaxt deyil. Fərqindəliyi və bağın emosional ağırlığını anlama qabiliyyətini kəskinləşdirən daxili bir böyümə dövrüdür. Məsafə ya da sükut daimi görünsə belə, enerji boşluqları doldurmağın bir yolunu tapır. İki qəlb arasındakı çəkim ünsiyyət çatışmazlığı ilə nadir hallarda azalır. Kiçik işarələr, təsadüfi xatirələr, yuxular ya da qəfil fikirlər məsafə və zaman boyu fərqindəliyi bir-birinə bağlayan görünməz iplər kimi hərəkət edir. Biri nəhayət əlaqə qurduqda, söylənməmiş hisslərin yoğunluğu adətən üzə çıxır və o ünsiyyət anını son dərəcə yüklü və dönüşdürücü edir. Sükutun nəhayət pozulması sadəcə bir rahatlama deyil, yığılmış emosional enerjinin, dərin düşüncələrin və qırılmaqdan imtina edən bir bağın nəticəsidir. Bir-birinə dəyər verən iki insan arasındakı sükut nadir hallarda boşdur. İçində incə bir enerji, söylənməmiş fikirlər və həsrət daşıyır. Bu sakit anlarda zehin ən kiçik detalların belə həddindən artıq fərqindədir. Onun adının qəfildən yada gəlməsi, üzə çıxan gözlənilməz xatirələr, birini darıxmağın demək olar ki, fiziki sızısı, hər qərar, hər tərəddüd qat-qat məna daşıyır. Bayırdan baxanda yaxşı görünə bilərlər, amma daxildə hər hərəkət o söylənməmiş bağın süzgəcindən keçir. Adi şeylər belə, bir fincan qəhvə, tanış bir qoxu, heç tam getməmiş hisslərini oyandıran xatırlatmalara çevrilə bilər. Sükut hiss edilən, amma ifadə olunmayan hər şeyi böyüdür. Bu sahədəki hisslər yoğunluq və məhdudluq arasında bir ziddiyyətdir. Qəlb çatmaq istəyərkən zehin ehtiyatlı olmaqda israr edir. Bu gərginlik hər iki insanı danışmadan belə qorxuları ilə və istəkləri ilə dürüst şəkildə üzləşməyə vadar edərək səbri və özünü dərk etməyə öyrədir. Qürur gözləməyi təşviq edə bilər. Qorxu isə tələsik qərarları önləyə bilər. Yenə də həsrət sönmür, sakitcə böyüyür. Keçən hər gün emosional bir davamlılıq sınağına çevrilir və bağın dərinliyini sübut edir. Bu gərginliyin gözəlliyi diqqətsizliyi yox, sevgini əks etdirməsindədir. Hisslər həqiqi olduqda, sükut sadəcə bir fasilədir, bir son deyil. Bu sakit dövrlərdə daxili dialoq heç bitmir. Hər iki insan hər sözü, nəticəni və reaksiyanı ölçərək xəyali söhbətlər aparır. Ona çatsam, sərhədi keçsəm, o fərqli hiss edirsə, deyə düşünürlər. Amma eyni zamanda, bəlkə də o, məhz mənim hiss etdiklərimi hiss edir ehtimalında dəyərləndirirlər. Bu davam edən zehni məşq yorucu ola bilər, amma eyni zamanda emosional sərmayənin dərinliyini göstərir. Hər iki insan empatiya və həssaslıq tətbiq edərək sükutun bağlantıya çevriləcəyi o qaçılmaz an üçün hazırlanır. Görünməz olsa belə, bu cəhd kənardan heç bir təsdiq almadan da o bağa olan dərin sadiqliyin göstəricisidir. Hərəkətə keçmədən müşahidə etmək belə əslində bir diqqət formasıdır. Ruh hallarını fərq etmək, sosial medianı sakitcə yoxlamaq, keçmiş söhbətləri xatırlamaq, bu kiçik hərəkətlər müdafiəsizliyi idarə edərkən bağlı qalma istəyini göstərir. Yaxınlıq və məsafə, maraq və ehtiyatlılıq arasındakı gərginliyi idarə etməyi öyrənirlər. Məsafəli ya da məşğul görünsələr belə, diqqətləri sakitcə fokusda qalır. Bu incə diqqət bir takıntı deyil, sözlərin etibarla üzə çıxa bilmədiyi zamanlarda göstərilən təbii bir sevgi ifadəsidir. Bağ fikirlərdə, müşahidələrdə və sakit bir ümiddə yaşamağa davam edir. Sükut eyni zamanda zamanlamanın vacibliyini də vurğulayır. İki insan bir-birini qiymətləndirdikdə nə vaxt hərəkətə keçmənin doğru olacağına dair sezgisel bir hiss formalaşır. Tərəddüd və həsrət nəhayət birini ya da hər ikisini ünsiyyətə yönəldən bir ritm yaradır. Bəzən ilk söz öz-özünə demək olar ki, təsadüfən gəlir. Amma yenə də aylarla davam edən o söylənməmiş hisslərin ağırlığını daşıyır. Bu baş verdikdə hiss olunan o yoğunluq əllə tutula bilən kimidir. Çünki sakit gözləyiş zamanı yığılan enerji o bağı daha zəngin, daha mənalı və daha dönüşdürücü edir. Belə bir sükutda hər fikir böyüdülür. Hisslərindəki qəlibləri, qəfildən ona çatmaq istəklərini, gözlənilməz anlarda gələn həsrət dalğalarına, dəvətsiz gələn, amma nəzərə alınmaması mümkün olmayan xatirələri fərq edərsən. Zehin bir zamanlar diqqətdən qaçan jestlərdə, sözlərdə və sükutlarda məna axtararaq, keçmiş təmasları dəfələrlə təkrarlayır. Mesaj atıb atmamaq, bir paylaşımı keçmək ya da keçməmək, ya da heç nə deməmək qərarı.
Hər seçim bir ağırlıq daşıyır. Heç nə etməmək belə özlüyündə bir hərəkətdir. Məhdudluğu, qorxunu və ümidi bir yerdə əks etdirir. Sükut sadə anları emosional baxımdan yüklü sahələrə çevirir. Əgər bu danışdıqlarım sənin də qəlbinə dəydiysə, özündən bir şeylər tapdınsa, xahiş edirəm bəyənməyi, paylaşmağı və kanala abunə olmağı unutma. Dəstəyin bu mənalı məzmunları yaratmağa davam etməyimizi və bu mesajın buna ehtiyacı olan daha çox insana çatmasını təmin edir. Hər bəyəni və paylaşım fərqindəliyi və bağı yayaraq həqiqi bir fərq yaradır. Burada olduğun, bizə qoşulduğun və kanalımızı Kral Yunqun beynini dəstəklədiyin üçün təşəkkür edirəm. Sənə dəyər veririk və gələcəkdə daha çox rəhbərliklə səninlə görüşməyi səbirsizliklə gözləyirik.